Salam müəllimlər, hər vaxtınız xeyirli uğurlu olsun. Müəlliməmizin biri rəy bölməsinə yazmışdı ki, Sadıq Dadaşov və Mikail Hüseynov yaradıcılıqlarının əsas fərqlərini izah edin və siz də sertifikasiyaya kimi hər hansı bir mövzuda çətinlik çəkirsinizsə, rəy bölməsinə yazarsınız. İmtahana qədər video izah çəkib sizə dəstək olaram və ilk öncə videoya keçməzdən əvvəl kanala abunə olaq və videonu bəyənək ki, növbəti videoların davamı gəlsin. Müəllimlər, ilk öncə bunların yaradıcılıq xüsusiyyətləri ilə də tanış olaq. Sadıq Dadaşov daha az ömür yaşamışdır. 1905-ci ildə hər iki sənətkarımız doğulmuşdur. Amma 1946-cı ildə Sadıq Dadaşov vəfat etmişdir. Amma ki 92-ci ildə isə Mikail Hüseynov vəfat etmişdir. Hər ikisi Politexnik İnstitutunu bitirmişdir. Hər ikisi Bakıda anadan olmuşdur. Üslub texnikası hansısa bir üslub, memarlıq ikisində də var, amma konstruktivizm var, Mikail Hüseynovdadır. Layihələri də təəssüflər olsun ki, 8-ci sinif dərsliyində layihələrin hamısında yazılır ki, Sadıq Dadaşov Mikail Hüseynovla bərabər bu layihələri yaratmışlar. 9-cu sinif dərsliyində bir dənə Politexnik Universitetinin önündə yazılır ki, ikisinin əsas işidir, yəni ortaq layihəsidir. Amma ümumi önündə mötərizədə yazıldığına baxmayaraq, xüsusən var fabrik mətbəxdir, tibb institutunun yataqxanasıdır, Azərbaycanın SSR pavilyonudur, yəni Azərbaycan Moskvadakı Ümumi İttifaq Kənd Təsərrüfatı Nailiyyətləri sərgisində Azərbaycan pavilyonu buydu və dedik Politexnik İnstitutudur. Bu kimi analiz etsək görərik ki, ortaqları var və bu Mikail Hüseynovla bərabər şəkildə Sadıq Dadaşov 1924-cü ildə 4 il ərzində onlar Şirvanşahlar Saray kompleksində divanxanadır, türbədir, Şah məscidinin memarlıq və ölçmə bərpa işlərini yerinə yetirmişlər və onlar yaradıcılıqlarının ilk dövrlərindən, əgər ilk dövrlərinə söhbət gedirsə, klassik Avropa, qədim Yunanistan memarlığından bəhrələnmişlər və 20-ci əsrin 40-cı illərində milli memarlığımızda analoqu olmayan milli memarlıq üslubunun elementlərini özündə əks etdirən binalar layihələndirmişlər və Sadıq Dadaşovun Mikail Hüseynovdan da fərqi nədir? Deməli, o ilk ali memarlıq təhsili almış Azərbaycanlı memar olmuşdur. Bunu mütləq yadda saxlayırıq və bir çox layihələri var. Məsələn, layihələrdən şəkildə görürsünüz. Nizami Gəncəvi adına Azərbaycan Milli Ədəbiyyat Muzeyi. Bu ikisinin bərabər layihəsidir və 1940-cı ildə Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyini layihələndiriblər. 34-cü ildə isə Nizami Kinoteatrına. Sonra bura baxırıq, Azərbaycan Respublikasında Nazirlər Kabineti, yəni bu bərabər ortaq işləridir və bu layihələr fabrik, mətbəx, sonra ət kombinatı görürsünüz burada. İkisində də yəni ortaq layihələri olmuşdur bunlar. Və Sadıq Dadaşovun yaradıcılığı qısa çəkmişdir. Dedik ki, 46-cı ildə o vəfat etmişdir. Amma ki, Mikail Hüseynov 92-ci ildə vəfat etmişdir. Mikail Hüseynov, bilirik ki, onun adı gəldimi mütləq şəkildə konstruktivizm yada düşməlidir. Konstruktivizm, bilirik biz bu sözlə Nam Qaboda da tanış olduq və Mikail Hüseynovda da dünyada bunun banisi Le Corbusier'dir. Bilirik, onun 5 prinsipa var. İndi bunlara keçid edəcəyik. Amma ki, heykəltaraşlıqda konstruktivizmin və kinetizmin əsasını qoyan sənətkar Nam Qabo olmuşdur. Azərbaycanda isə memarlıqda Mikail Hüseynovun da adı çəkilir ki, o yaradıcılığında bu üslubu tətbiq etmişdir. Hələ konstruktivizm üslubunun yaranmasının ilkin işarətləri özünü 19-cu əsrin sonlarında göstərməyə başladı. Amma Mikail Hüseynovun yaradıcılığı 20-ci əsri əhatə edir. Xüsusən də 1929 və 34-cü illərdəki qısa dövrü konstruktivizm üslubunu əhatə edir. Və konstruktivizm üslubunda olan, yəni bu üslubda fəaliyyət göstərən memarlar əsasən daşdan, ağacdan imtina edərək şüşə, dəmir, beton konstruksiyalardan istifadə etmişlər və iri layihəli tikililər həyata keçirmişlər.
Və dedi ki, Mikail Hüseynov 20-ci əsrdə yaşayıb yaradan sənətkardır. Bizə sual düşsə ki, Mikail Hüseynov yaradıcılığında ən vacib məqam nə olmuşdur? Dünya memarlığının qabaqcıl və yeni meyllərindən imtina etmədən Azərbaycan memarlığına milli kolorit gətirməlisidir. Bu ən vacib məqamdır Mikail Hüseynovun yaradıcılığında və onun layihələndirdiyi tikililər milli memarlıq üslubu ilə seçilirdi və həmçinin Şərq və Qərb memarlıq məktəbindən bu məktəbin sintezindən yararlanmışdır, bir çox tikililər icra etmişdir və burada məsələn bu məktəblərdən bəhrələnərək adını çəkə bilərik Milli Elmlər Akademiyasına, Mirzə Fətəli Axundov adına Milli Kitabxanadır, Bakı Musiqi Akademiyasıdır. Bu layihələrin adını çəkmək olar və dedik ki, Politexnik Universitetində təhsil almışdır. Yəni indiki Texniki Universitetdə hələ təhsil aldığı vaxtlarda o bir çox tikililərini reallaşdırmışdır və bu layihələrdə xüsusən yadda saxlayırıq həndəsi lakonizm, üfüqi və şaquli xəttlərin kəsilməsi, həcmli formaların, səthlərin, bütöv kütlənin, şüşəli səthlərin ziddiyyəti vurğulanardı. Əgər bizə sual düşsə ki, Mikail Hüseynov tikililərinin dəyişməz atributları nələrdir? Mütləq şəkildə yadda saxlayırıq ki, işlək dam örtükləri, qaleriyalar, artırmalar, yüngül talvarlar, günlüklər, isti iqlim üçün daxili həyət kimi vacib elementlər. Və bizə sual düşsə ki, Mikail Hüseynov təhsil aldığı vaxtlardan hansı klassikadan bəhrələnmişdir? O hansı klassika onun təxəyyülünü zəbt etmişdir? Bu zaman Avropa klassikası. Amma hansı klassikanın da irsini ətraflı öyrənirdi? Bu zaman əlbəttə ki, yadımıza düşür ki, Rus klassizminin ətraflı öyrənirdi. Müəllimlər, bilirik ki, Mikail Hüseynov Fuad Əbdürrəhmanovun heykəllərinin, həmçinin memarlıq işlərini də yerinə yetirmişlər. Məsələn, Azad qadındır, Mehdi Hüseynzadə şəkildə göstərək bunları sizə. Azad qadını görürsünüz, sonra Mehdi Hüseynzadəni bilirik ki, Qoreli formada Tokay Məmmədov da yaratmışdır. 8-ci sinif dərslik tanış olduq. Bundan əlavə Səməd Vurğundur. Yəni və sairə kimi heykəllərin, yəni memarlıq işlərini də yerinə yetirmişdir. Və bunlar Mikail Hüseynov yaradıcılığında sırf ənənəvi Azərbaycan milli üslublarına toxunurdu və ikisi bərabər Sadıq Dadaşovla dedik ki, Şirvanşahlar Saray kompleksinin yəni bu bərpa işlərini yerinə yetirmişlər və bizə sual düşsə ki, bəs Mikail Hüseynov yaradıcılığında onun ənənəvi üslubda olan layihəsi hansı idi? 12-ci əsr Azərbaycan şairi olan Nizami Gəncəvinin məzarüstü abidəsi idi və bu da müsabiqədə 1926-cı ildə qalib olmuşdur. Və Mikail Hüseynovun yaradıcılığının ilk mərhələsi Sovet memarlığında konstruktizm dövrü ilə üst-üstə düşürdü və Mikail Hüseynov yaratdığı bir çox əsərlərini ruh yüksəkliyindən ilhamlanaraq yaradırdı. Həmçinin şərq formu və motivlərini əsərlərində tətbiq edirdi və bu motivlər əsasında adını çəkə bilərik. Moskva Ümumİttifaq Kənd Təsərrüfatı Nailiyyətləri sərgisində Azərbaycan pavilyonu, sonra Bakı metrosunun Nizami stansiyası, Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyi. Bilirik ki, Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyində də əsər vardı ki, Fuad Əbdürrəhmanovun ilk monumental əsəri olan Məhəmməd Füzulinin ucalırdı. Həmçinin bu Ədəbiyyat Muzeyinin interindəki lociyasındakı gips bəzəklər də Lətif Kərimova aiddir. Və müəllimlər dedi ki, dünyada konstruktizmin banisi Le Corbusier idi. Le Corbusier 20-ci əsrin ən böyük fransız memarı idi və o memarlıqda nə yenilik etmişdir? Mütləq əzbər bilməliyik. Necə ki, 5 prinsipi bilməliyik, bunu da əzbər bilməliyik. Memarlıqda yenilik edərək binanı konstruktiv hissədən fasada gözəllik verən element kimi istifadə etmişdir. Həmçinin onun 5 prinsipi də var. Yaradıcılığında konstruktivizmin 5 prinsipi də vardı. Bunlar nə idi? Fasadın sərbəst kompozisiyası, sütunlar üzərində dayanan tikili, zolaqvari pəncərələr, düz tərəs dam, konstruksiya daxilində sərbəst planlaşdırma.
Bunlar 5 prinsip idi və biz bunları da bilməliyik. Sonra burada baxırıq müəllimlər, elm işçilərinin yaşayış evi. Bu Mikail Hüseynovun layihələndirdiyi tikililərdən biridir. Və onun əsərlərini də biz baxdıq. Məsələn, bu şəkildə də verilir, görürsüz. Mirzə Fətəli Axundov adına kitabxananı görürük. Bir də ki, Musiqi Akademiyasını da görürük biz burada. Və beləliklə də müəllimlər biz görürük ki, əsas daha çox yadda saxlayacağımız sənətkar Mikail Hüseynovdur. Onda daha çox ətraflı verilmişdir. Yəni xırdalıq bu sənətkarda daha çoxdur. Ona görə ən çox bu dərsə üstünlük veririk. Sadıq Dadaşovda qısaca yadımızda nə saxladıq? Ali memarlıq təhsili almış ilk Azərbaycanlı memardır deyə yadda saxladıq. Sonra əlavə olaraq bu yaradıcılıqda nədir? İlk dövrlərdə bu iki sənətkarı klassik Avropa, qədim Yunanistan memarlığından bəhrələniblər və onsuz da ki 1924-cü ildə ikisi bərabər şəkildə, yəni Şirvanşahlar Sarayının ölçmə bərpa işlərini yerinə yetirmişlər və bu qədər müəllimlər. Bir də ki 20-ci əsrin Sadıq Dadaşov 40-cı illərində milli memarlığımızda analoq olmayan layihələr icra etmişdir. Yəni Sadıq Dadaşovda bəlkə də ən vacib deyərəm 4-5 dənə cümlə var. Bu da dediyim bunlardır. Amma Mikail Hüseynovda xırdalıq çox oldu və bunu da mütləq şəkildə hamısını deməli məktəb olaraq nə idi? Şərq-qərb məktəblərindən sintezindən yararlandı. Şərq forma və motivlərini tətbiq etdi. Sonra yaradıcılığında vacib məqam nə oldu? Azərbaycan memarlığına dünyanın memarlığından, dünya memarlığının xüsusiyyətlərindən imtina etmədən Azərbaycan memarlığına da kolorit gətirməsi oldu. Yaradıcılığı 20-ci əsri əhatə etdi və təxəyyülünü Avropa klassikası zəbt etdi. Rus klassizminin də irsini ətraflı öyrənirdi və şərq-qərb memarlığındakı bu 3 dənə bayaq sadaladığım tikilini mütləq yadda saxlayırsınız. Şərq motivləri əsasında layihələndirdiyi digər 3 tikilini də yadda saxlayırsınız. Bir də ənənəvi üslubda olan layihəsi nədir? Nizami Gəncəvinin Məzarüstü abidəsi. Bu qədər. Yəni burada çox bir də ki mütləq şəkildə bu Mikail Hüseynova aid olan xüsusiyyətlərdir ki, dedim yadda saxlanılmalıdır. Amma ki Le Corbusiyə aid olan 5 prinsip hansı yeniliyi etmişdir? Bir də konstruktivizmin əsas devizi nədir? Bayaq unudub deməmişəm. Qənaət, fayda və gözəllik. Mütləq şəkildə yadda saxlayırıq ki, bu üslubda memarlar daşdan, ağacdan imtina edib də şüşə, dəmir, beton konstruksiyalardan istifadə etmişdir. Bu qədər. Yəni testdə bizdən düşsə bu düşəcək. Ona görə çox əlavə danışıb vaxtınızı almayım. Yəni testdə düşə biləcək şeylərdən danışdım. Təşəkkür edirəm. Növbəti hansı videonu istəyirsiniz? İndi isə rəy bölməsinə yazın. Növbəti videom olsun.